Xahiş edirəm ki, bizi bu Allahsız şəhid ailələrinə dəyər verməyən Sənan Mənsununun əlindən bizi xilas eləməyinizə görə mən bu günləri bu çəkilişi eləməyə məcbur qaldım. Xahiş edirəm, bizi bu Allahsızın əlindən qutarın. Mən Ağdam şəhidi Mehdiyev Rövşən, Mehdioğlu'nun anası Mehdiyeva Əxlas. Mən buradan üzümü tuturan bir şəhid anası kimi ölkə prezidentimiz Cənab İlham Əliyevə. Cənab İlham Əliyev, xahiş eləyirəm, siz biz şəhid analarının həmişə arxasında olmuşsunuz. Hər getdiyiniz hər bir tədbirlərdə biz şəhid ailələrinə dəyər vermişsiniz. Hər bir yerdə şəhidlərimizin ruhlarını bir saniyəlik də olsa anmışsınız. Ona görə də mən sizə bir şəhid anası kimi müraciət eləmək istəyirəm. Mən 5 ildir sizin bizə verdiyiniz qərarla bağlı şəhid ailələri işlə təmin olunsun. Verdiyiniz təlimata görə mən də getdim, müraciət elədim. Bərdə rayonunda yerləşən regionala Sənan müəllimin qəbuluna girmək istədim. Məni qəbul eləməsini istədim bir şəhid anası kimi. Məni iş təmin eləməyinə görə mənim hal-hazırda yaşadığım məktəbdə boş iş yeri olduğuna görə mən getdim ora müraciət eləməyə. Sənan müəllim mənim pulum olmadığına görə məni qəbul eləmədi, eləmək də istəmədi. Hansı günə dedimsə o günün heç birisinə razı gəlmədilər. Mənim də pulum sizsiniz, Cənab İlham Əliyev, mənim də arxa dayağım sizsiniz. Mən bilirəm ki, siz şəhid ailələrinin heç birisini ilindən asılı olmayaraq, nəinki 44 günlük vətən müharibəsi şəhidlərinin ilindən asılı olmayaraq, cəmi şəhid ailələrinə dəyər verdiyinizə görə mən də sizə üzümü tuturam. Mən də sizdən xahiş eləyirəm, Cənab İlham Əliyev, Sənan müəllim, biz şəhid ailələrinə nəinki dəyər vermək, heç görmək belə, eşitmək belə istəmir. Xahiş eləyirəm, onun haqqında bir tədbir götürüləsiniz. Mənim də araşdıra bilərsiniz, yoxlatdıra bilərsiniz. Mənim də şəhidimdən sonra neçə yerlərə kreditim var. Mən kreditlərimin ucbatından mən istəyirəm ki, mən də bir işlə təmin olunam. Mənim də 2 tələbəm var evdə. Mənim də subay bir oğlum var. Mən də istəyirəm bir ana kimi evlatlarımın xoş günlərini görməyini istəyirəm. Xahiş eləyirəm, pulu olan vətəndaşları Sənan müəllim qəbul eləyir, onları işlə təmin eləyir. Hal-hazırda 4 ay bundan qabaq mənim qəsəbəmdən mənim 106 sayılı məktəbimə işçi götürülübdür. Xahiş eləyirəm, bir şəhid anası kimi biz şəhid analarının arxasında durasınız, bizi sınmağa qoymayasınız, bizi sındırmaq istəyənlərin qələmin siz əlindən alasınız. Xahiş eləyirəm, bir şəhid anası kimi sizdən. Mən bu gün çox əsəb keçmişəm. Mən 20 yaşı tamam olmamış bir evladımı el yolunda vermişəm, bayrağımızın yolunda vermişəm. Mən əhd eləməmişdim ki, mənim oğlum şəhid olsun, mən işlə təmin olunam. Amma sizin qərarınız olduğuna görə mən də arxeyin oldum, mən də arxalandım. Sizin o təlimatınızla uyğun getdim, mən də heç kimin haram pulunu istəməyə getməmişəm. Cənab Prezident, mən bilirəm ki, bizim adi vətəndaşlarımız irəli dura bilmirlər. Mən də şəhid anası olduğuma görə sizə arxeyin oldum, sizə güvəndim deyin, bir şəhid anasının səsi eşidilər deyin. Sizə müraciət edirəm, xahiş edirəm ki, bizi bu Allahsız şəhid ailələrinə dəyər verməyən Sənan Mənsununun əlindən bizi xilas eləməyinizə görə mən bu günləri bu çəkilişi eləməyə məcbur qaldım. Xahiş edirəm, bizi bu Allahsızın əlindən qutarın. Qoymayın belələri gələ, sizlə bizi üzgöz eləyələr. Xahiş edirəm, Cənab Prezident, bir şəhid anası kimi, bir adi vətəndaş kimi, mən adi vətəndaşların səsi olmaq istəyirəm. Səsimizi sizə çatdırmaq istəyirəm. Şəhid anası adından istifadə edib, səsimi sizə çatdırmaq istəyirəm ki, bizi bu şəhid ailələrinə dəyər verməyən Allahsız Sənan müəllimin əlindən xahiş eləyəsiniz. Xahiş eləyirəm, bizi qutarasınız.